Uşaqlıqdan adını başqa cür eşitdiyim İsa, indi həyatımı dəyişən sevgi mənbəyi kimi qarşıma çıxırdı. Hər gün pəncərəmin önündə olan müqəddəs kitabı açırdım. Sanki o kitab məni özünə çağırırdı. Bir gün Levililər kitabında yazılan bir ayə məni sarsıtdı. Əgər qadının qurban gətirməyə imkanı yoxdursa, bir qumru quşu və ya göyərçin gətirsin. O anı yerə çöktüm. Çünki mənim nəinki qumru quşu almağa, hətta çörək almağa belə imkanım yox idi. Bibim qızına dedim, belədirsə, mən öləcəyəm. Axı mənim heç bir şeyim yoxdur. O isə sakitcə cavab verdi. Bizim qurbanımız var. İsa bizim günahlarımız uğrunda qurban gedən Allah quzusudur. Biz tövbə edib onu qəbul ediriksə, günahlarımız bağışlanır və bizə yeni həyat verilir. Və mən İsa haqqında xoş xəbəri aldım. Mənim günahlarım üçün artıq qurban gətirilmişdi. Dua etməyə başladım. Saatlarla oxudum, tövbə etdim, ağladım, sustum, yenə dua etdim. Bir gecə yuxuda, qaranlıqda tövbə etdiyimi gördüm. Sonra uzaqdan bir nur gəldi. Ağ paltarlı qadınlar ilahi oxuyurdu. Onlardan biri mənə əl uzatdı. Qaranlıqdan işığa keçəndə, mənim də paltarlarım bəyaz olmuşdu. İllər sonra başa düşdüm ki, bu mənim xilasımın rəmzi idi. 14 noyabr 2015-ci ildə tövbə qüsulu aldım. O gün həyatım yenidən başladı. İsa'ya inamın ilk addımları çətin idi. Amma bugün geriyə baxıb bir cümlə deyə bilirəm. 10 il əvvəl İsa məni tapdı. Əgər bugün yazdıqlarım kiməsə toxunursa, bu mənim gücüm deyil. Bu Allahın məndə yaratdığı yeni xarakterin səsidir. Mən həmin gecə ölə bilərdim. Amma Peter boğularkən Rəbbi çağırdığı kimi, mən də son anda onu çağırdım. Tanımadan, bilmədən, sadəcə ümidsiz bir nida ilə. Amma o məni tanıyırdı və o tanıma məni həyatda saxladı.